Salam əziz izləyicilər, mən Fis Akademinin Kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə fosfor elementinin dövrü cədvəldəki yeri, onun fiziki xassələri və alınması haqqında danışacağıq. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin dərsimizin izahına başlayaq. Fosfor 3-cü dövr 5A qrup elementidir. Azot ilə eyni yarım qrupda yerləşir. Fosforun sıra nömrəsi 15-dir və nisbi atom kütləsi isə 31-ə bərabərdir. Qısa elektron formulunu yazsaq 3s2, 3p3 formasındadır. Yəni 3 tək elektronu var. Valent elektronlar sayısı qrupun nömrəsinə uyğun olaraq 5-dir. Fosfor normal halda qeyd olunduğu kimi 3s2, 3p3, yəni 3 cütləşməmiş elektrona malikdir. Ona görə də bu elektronlar hesabına qeyri-metallarla biləşmələrdə 3 kovalent rabitə, hərcəlandıqda isə artıq deməli 3s1, 3p3, 3d1 formasına keçərək 5 cütləşməmiş elektron hesabına 5 kovalent rabitə əmələ gətirir. Metallarla biləşmələrində isə 3 dənə elektron alıb və ion rabitəsi əmələ gətirir. Biləşmələrdə ümumi 3 və 5 valentli olur. Fosfor biləşmələrdə xarici elektron təbəqəsini tamamlamaq üçün 3 elektron alaraq minimum -3 ya da 5 elektron verərək maksimum müsbət 5 oksidaşma dərəcəsi göstərir. Həmçinin müsbət 1, müsbət 3 kimi aralıq oksidaşma dərəcələrdə göstərir. Yadınızdadırsa oksidaşma dərəcəsi dərsindən element minimum oksidaşma dərəcəsində yalnız reduksiya edici, maksimum oksidaşma dərəcəsində daha doğrusu yalnız oksidləşdirici, aralıq oksidaşma dərəcəsində isə həm reduksiya edici, həm də oksidləşdirici rolu oynayır. Deməli, fosforun təbiətdə tapılmasına gəldikdə. Fosforun təbiətdə tapılmasına gəldikdə, fosfor yalnız biləşmələr formasında tapılır. Yer qabığında ən çox rast gəlinən biləşməsi fosforit mineralıdır, yəni kalsium ortofosfat. Həmçinin canlı orqanizmlərdə, jülalların tərkibində, müxtəlif biləşmələr şəkildə sümüklərdə və dişlərdə olur. Fiziki xassələrinə gəldikdə, fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ fosfor, sonra qırmızı və qara fosfor. Ağ fosfor sarıya çalan, bərkliyi az kristal bir maddədir. Suyun altında bıçaqla kəsirlər. Qırmızı fosfor isə tünd rənglidir, tünd qırmızı rənglidir, toz halındadır. Qara fosfor da qara rənglidir, bir qədər yumuşaqdır. Sanki qrafitə bənzəyir. Amma testlərdə ən çox düşən məqam bunların fiziki xassələrinin müqayisəsidir. Deməli, ağ fosfor zəhərlidir. Baxın, ağ fosfor necədir? Zəhərli. Ağ fosfor zəhərlidir. Suda həll olmur, karbon disulfiddə yaxşı həll olur və qaranlıqda işıq saçır və molekul kristal qəfəsi əmələ gətirir. Amma qırmızı və qara fosfor isə bunlar atom kristal qəfəsi əmələ gətirirlər. Qaranlıqda işıq saçmırlar, zəhərli deyirlər. Bunlar heç suda da həll olmur, karbon disulfiddə də həll olmur. Deməli, biz onda görürük ki, üçü də suda həll olmur, amma ağ fosfor karbon disulfiddə həll olur, qırmızı qara yox. Ağ fosfor zəhərlidir, işıq saçır, qırmızı qara isə zəhərli deyil və işıq da saçmır. Həmçinin ağ fosfor molekulyar, qırmızı qara fosfor isə atom kristal qəfəsi əmələ gətirir. Ağ fosforun sıxlığı qırmızı və qara fosfordan azdır. Qırmızı fosforun sıxlığı ağ fosfordan çox, qara fosfordan azdır. Qara fosfor isə sıxlığı ağ və qırmızı fosfordan çoxdur. Yəni ən çox sıxlıq olan hansıdır? Burada qara fosfordur. Alınmasına gəldikdə isə sənayedə təbii ki, mineraldan, fosforit mineralından alırlar fosforu. Bu zaman gəlin reaksiyamızı yazaq. Karbon və silisium 4 oksid ilə işlənilməsindən kalsium silikat, fosfor və karbon, fosfor və dəm qazı əmələ gəlir. Allotropik şəkildəşmələrdən ağ fosfor daha aktivdir. Daha sonra bunların deməli fosforun reaksiyalarına gəldikdə isə oksigenlə tamam yananda P2O3, tam yananda P2O5 əmələ gətirir.
Metallarla reaksiyasına qeyd elədiyimiz kimi müsbət deməli, daha doğrusu mənfi 3 oksidaşma dərəcəsi göstərir və 3 valentlik göstərir. Mürəkkəb maddələrlə reaksiyası testlərə çox düşür. Kibritin yanma reaksiyasıdır. Bu zaman kalium xlorid və P2O5 əmələ gəlir. Həmçinin fosforun su ilə reaksiyası testləri də olur. 800 dərəcədə baş verir. 700-800 dərəcədə və H3PO4 ilə hidrogen əmələ gəlir. Yüksək burada da katalizatorun iştirakında baş verən bir reaksiyadır. Fosforun birləşmələri, fosfor bilirsiniz ki, hidrogenlə birləşməsi birbaşa üsulla alınmır. Bunun üçün deməli fosfini almaq üçün fosfidlərin su ilə reaksiyasını aparırlar. Kalsium hidroksid əmələ gəlir və təbii ki, fosfin qazı. Fosfor, daha doğrusu fosfin özü balıq iyi verir, qoxulmuş balıq iyi verən zəhərli bir qazdır və fosfin qazı havada alovlanıb P2O5-i və suyu əmələ gətirə bilir. Fosforun deməli əsas kimyəvi reaksiyaları və daha doğrusu kimyəvi xassələri və fiziki xassələrlə tanış olduq. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 3800 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşənədək.